Sabahınız xeyir olsun. 16 Mart 2026-cı il tarixidir. Həftənin isə birinci bazar ertəsi günüdür. Ramazan ayının sonuncu həftəsinin sonuncu birinci bazar ertəsi günüdür. Ramazan ayının 26-cı günüdür. Ramazan ayının 26-cı günündə də kimlər niyyət edib oruç tutmuşlar, hər birilərinin etdikləri niyyətin tutduqları orucun qəbul olunmasını arzulayıram. Və bununla yanaşı 16 Mart günündə işləri ilə məşğul olan, iş arxasınca gedən, evlərində işləri ilə məşğul olan insanların hər birinə can sağlığı, iş avatlığı, yol açıqlığı arzulayıram və hər birimizə bu gündə bol ruzi, bərəkət arzulayıram. Hər birimizin bu yeni həftəsi uğurlu başlayıb, uğurlu başa çatsın, bol ruzili günlər olsun bu həftə bizim üçün, ən gözəl günlər olsun bu həftənin bütün günləri bizim üçün. Amin inşallah. Və 16 Mart günündə kimlər təhsili ilə məşğul olur, məktəblər, orta ixtisas, ali məktəb tələbələri hər birinə can sağlığı, eləcə də zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzulayıram. Qarşılarına qoyduqları hədəfə, məqsədə çataraq bütün Azərbaycan Respublikası üçün, eləcə də bütün dünya üçün yararlı, faydalı kadrlar kimi yetişmələrini arzulayıram. 16 Mart günündə kimlərin rəhmətə gedənlər var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 16 Mart günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm, can sağlığı diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini də o cümlədən salamlayıram. Can sağlığı və yeni həftənin onlar üçün də gözəl, uğurlu, bol ruzili, çox gözəl keçməsini arzulayıram. 16 Mart günündə kimlərin ad günü, şad günüdür, hər birini təbrik edirəm və onların hər birinə can sağlığı, arzularına çatmalarını və eləcə də xoşbəxtlik olmasını onlar üçün arzularım. 16 Mart günündə də tarixi günlər vardı. 16 Mart Azərbaycanda strateji obyektlərin mühafizəsi Dövlət Agentliyi işçilərinin peşə bayramıdır. Bu münasibətlə onları təbrik edirəm. İşlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Hər birinə həm də can sağlığı ilk növbədə arzu etmiş oluram. 16 Mart günündə 1521-ci ildə Fernand Magellan Filippində yerləşən Homonhon adasına çatdığı gündür. 16 Mart 1792-ci ildə İsveç kralı 3-cü Gustavın güllələndiyi, 29 Martda isə vəfat etdiyi gündür. 16 Mart 1909-cu ildə Almaniya Milli Futbol Klubunun demək, böyük hesabla İngiltərə yığmasına, yəni 0-9 hesabı ilə uduzduğu gündür. 16 Mart 1963-cü ildə Bali adasında baş verən vulkan püskürməsi nəticəsində 1700 nəfər insanın həlak olduğu gündür. 16 Mart 1992-ci ildə Azərbaycan Respublikası ilə Liviya arasında diplomatik əlaqələr qurulduğu gündür. 16 Mart 1995-ci ildə Ermənistan və Rusiya Rus ordusunun Ermənistanda qalmasına dair müqavilə imzaladığı gündür. 16 Mart 2003-cü ildə isə demək ki, Rachel Corrie'nin vəfat etdiyi gündür İsrail tankının altında. Dinlədiyiniz üçün təşəkkür edirəm.